Bəzən eşidirik ki, Allaha iman gətirənə belə etmək yaraşmaz. Allaha iman gətirən belə edər. Filan kəs Allaha iman etdi, filan kəs Allaha iman etmədi kimi bu cür ifadələri çox eşidirik. Bəs Allaha iman gətirmək nə deməkdir? Yəni özündə nəyi əhatə edir? Bunu necə başa düşək? Allaha iman 5 şeyi əhatə edir. Birincisi, iman gətirirsən ki, səni yaradan Rəbbin var. Eyni zamanda iman gətirirsən ki, yerin altında, yerin üstündə, göydə, hər yerdə bildiyimiz və bilmədiyimiz bütün varlıqlar öz-özünə yaranmayıb. Onları yaradan Rəbbin var. İkincisi, iman gətirirsən ki, bu kainatın, bu səltənətin sahibi olan Allah, Rəbb təkdir. Səltənətində, mülkündə onun heç bir tayı, şəriki, ortağı yoxdur. Üçüncüsü, iman gətirirsən ki, o Rəbb öz mülkünü, öz səltənətini və yaratdıqlarını istədiyi kimi idarə edir. Dördüncüsü, iman gətirirsən ki, bu mülk sahibinin, bu səltənət sahibinin gözəl adları və uca sifətləri vardır. Bu adların və sifətlərin heç birində nöqsan yoxdur. Əksinə, hamısı kamil adlar və sifətlərdir. Beşincisi və sonuncusu, iman gətirirsən ki, bu səltənətin sahibi olan Allahdan başqa ibadət olunmağa haqqı çatan bir ilah, bir məbud yoxdur. Yəni, dua edilməyi, kömək istənilməyi, sığınmağı, qurban kəsməyi və digər ibadətləri yalnız Allah haqq edir. Bu gətirdiklərimə iman gətirdinsə, Allaha haqqı ilə iman gətirmiş hesab edilərsən inşallah. Uca Rəbbimiz bizləri ona kamil şəkildə iman gətirən qullarından etsin. Amin.